Salam, bugün sizinlə blintikin hazırlanması reseptini bölüşürəm. İlk növbədə xəmirini hazırlamağa başlayaq. 4 stəkan unun üzərinə 2 stəkan yarım su, 2 stəkan süd əlavə edib yaxşıca qarışdıraq. Topaqların əmələ gəlməməsi üçün hiss-hiss əlavə edib qarışdıra bilərik. Əgər topaqlar yaranıbsa, blenderin və ya mikserin köməyi ilə bu topaqları rahatca aça bilərik. Qarışdırma ardıcıllığını istədiyiniz kimi müəyyən edə bilərsiniz. Daha sonra 3 ədəd yumurtanın üzərinə 1 çay qaşığı duz, yarım stəkan duru yağ əlavə edib xəmirimizlə qarışdırırıq. Əgər istəsəniz 1 çay qaşığı da şəkər tozu əlavə edə bilərsiniz. Bu zaman xəmirin dadı bir qədər şirin olur. Blentik xəmiri hazırdır. Bu şəkildə duru olmalıdır. Nə qədər duru olsa tavaya bir o qədər yaxşı yayılır. Tavanızın ölçüsünə uyğun olaraq nazik şəkildə yaymaq lazımdır. Hər iki üzünü istədiyiniz şəkildə bişirirsiniz. Mən çox bişirmirəm. Bu xəmirdən 30-dan çox blentik alınır. Blentik xəmirləri soyuyana qədər içliyi hazırlamağa başlayıram. İçlik üçün əti də soğanı da ət maşınından çəkirəm. Daha sonra yağda qovurmağa başlayıram. Duzunu, istiotunu əlavə edirəm. Burada əsas məqam bilirsiniz nədir? Mən 3 dəfə blentikin ətinə zirinc vurdum. İnanın ki, o qədər dadlı oldu. Zirincin blentikə verdiyi turşməzə dad o qədər möhtəşəm oldu ki, mütləq bu şəkildə sınamalısınız. İnanın ki, çox bəyənəcəksiniz. İçliyi blentiklərə əlavə edib bu şəkildə düşdüm. Daha sonra isə hər iki tərəfini yaxşı şəkildə qızartdım. Mütləq zirinclə sınayın. İnanın, çox bəyənəcəksiniz. Hazırlayan hər kəsə nuş olsun. İzlədiyiniz üçün çox sağ olun. Və zəhmət olmasa kanalıma abunə olaraq mənə dəstək olun. Çox sağ olun.